Əslində mən bu verilişə qədər elə bilirdim ki, mənim yaddaşım çox zəifdir. İndi mən sizlə danışıram, siz bu 4 üsula böldünüz. 4 üsula böldüyünüzdə məndə bir o toxunma ilə öyrənməkdir. Bir də ki, niyə öyrənim sualı var idi həmişə beynimdə. Kitaba baxırdım, dedim, niyə oxumalıyam ki mən? Onun səbəbini tapmasaz öyrənməyəsiniz. Səbəbini tapmırdım deyənə, heç vaxt oxuya bilmirdim əslində. Beyin ona heç məna da yükləməyəcək. Heç bir məna da yükləməyəcək. Oxuduğumu da əzbər eləyirdim. Yəni orada da işləri qarışdırırdım. Çünki sonda yadımda qalmırdı nə məsələ idi. Çox belə biz hansı mövzu toxunmuşuq? Valideynlərin uşaqlarına individual yanaşması mövzusudur bu. Birinci mən valideynlərdən keçirəm. Böyüklərin də əslində buradan alacağı pay uşaqlıq travmalarıdır, hansı ki. Odur, bir də bundan savayı olaraq bir şey var ki, bunlar sonradan dəyişdirilə bilən və öyrənilə bilən şeylərdir. Yəni bunu dəyişə bilirik. Əlbəttə ki, istənilən yaşda dəyişə bilirik. Siz elə bilirsiniz, o 50 yaşında mənim yanıma gələn tələbə uşaqlıqdan məşğul olub. Heç mənim özümün 50 yaşı yoxdur. Necə ondan uşaqlığından məşğul olum? Elə ilk dəfə elə 50 yaşında gəlib, 50 yaşında da öyrənib. Və dərhal da həyatındakı o dəyişikliyi görüb. Yəni, baxın, mən sizə deyim, insanlar düzgün öyrənməyin qaydasını bilmirlər. Bu 100% belədir. Hər kəs öyrənməyi öyrənməlidir. Ondan sonra başlamalıdır öyrənməyi. Mən bunu həmişə təlimlərdə deyirəm. Siz təsəvvür eləyin ki, yol hərəkət qaydalarını bilmədən, maşın sürməyi bilmədən magistral yola çıxırsınız, birdən-birə şəhərə çıxırsınız. Bizim bu dəqiqələdiyimiz odur, eyni şeydir. Biz insana öyrənməyi öyrətmədən aparırıq, atırıq onu elə bir təhsil sisteminin içinə ki, yüklüyürük bu tərəfdən riyaziyyatı, bu tərəfdən məntiqi, bu tərəfdən ədəbiyyatı, coğrafiyası, bilməm, məntiqi, hüququ, osu, busu. Bu, yəni maşın sürməyi bilməyən, heç maşını xodlaya bilməyən bir adamı təsəvvür edin, birdən-birə atırsınız o boyda magistral yolun ortasına. Yol qovşağına. Şahin bəy, deyirsiniz ki, biz öyrənməyi öyrənməliyik. Bu günlərim evdə keçən ay sentyabr ayının statistikasına baxanda 10 milyon izləyicimiz, sağ olsunlar, izləyirlər bizi. Sağ olsunlar. Kommentlərdə cavablarını gözləyirəm, rəylərini gözləyirəm. Bugün 10 milyon izləyicimiz Allahın izni ilə izləyir bizi. Onlar öz evdə bunu necə tətbiq eləsinlər ki, öyrənməyi öyrətsinlər və yaxud da öyrənsinlər. Yəni, hər kəsin gəlməkdə imkanı yoxdur. Mənim bununla bağlı birincisi ödənişsiz seminarlarım olur. Fotoqrafik yaddaş texnikaları ilə bağlı. Həm sürətli oxuma, həm yaddaş. Bəli. Bu seminarlarda, yəni o seminarın elə ilk dərsində, belə deyim, mən praktiki yaddaş texnikalarını öyrədirəm. O gün bir səhər yeməyinə qatılmışdım, işgüzar bir görüşə. Bir nəfər gəldi, mənə təşəkkür elədi. Dedi ki, sizin sadəcə bir videonuza baxmışam, o videodan, webinardan sonra. Mən bunu o seminarların webinar versiyasında eləyib, YouTube-a yükləmişəm birini. Ona baxıblar. Deyir, ondan sonra mənim çox işimə yaradı. İndi təsəvvür onun orada gördüyü, bunun cəmi 3-4%-dir. Böyük bir dənizdən. Böyük bir dənizdən bir-iki damcıda, amma deyir, mənim işimə çox yarayıb. İndi bu webinarlara, bu seminarlara qoşula bilərlər. Vizuallaşdırma, xəyal gücünü istifadə etmə və bunlardan istifadə edə bilərlər. Yaddaş texnikalarını öyrənə bilərlər. Hamı bunu öyrənə bilər. Bunu öyrəndikdən sonra istənilən şeyi yadda saxlamaq mümkündür. Baxın, mən həmişə demişəm, dediyimin də arxasına, sözümün arxasına dayanıram. Özü istəyən, özü öyrənməyi istəkli. Verilən tapşırığı yerinə yetirəcək və əqli cəhətdən sağlam olan, istənilən bir insanı mənə gətirin. Mən hər birindən dünya yaddaş çempionu çıxarmağa zəmanət verirəm.